Birincisi tələbə elə bilir ki, əgər onun IELTS balı varsa, bu kifayətdir və yaxud SAT balı varsa, bu kifayətdir. Çox vaxt dərinə varmırlar. Amma universitetə müraciət tək TOEFL və daha doğrusu IELTS, TOEFL fərqi yoxdur bunlardan biri. SAT ilə deyil. Yəni tək testdən getmir söhbət. Burada digər formalar var ki, onları doldurmaq lazımdır. Sizin haqqınızda məlumatdan gedir söhbət. Ondan sonra essay, personal statement deyirlər. Yəni məqsəd məktubu. Bunun yazmaq və özünü qəbul komissiyasına düzgün təqdimatını etmək lazımdır. Bu məqamlar vacibdir. Digər məsələlər, məsələn, bəli, TOEFL, SAT yüksək ola bilər, deyək ki. Çünki dil bacarığınız yaxşıdır, riyaziyyatınızı da SAT-də göstərdiniz. Amma siz deyək ki, mühəndisliyə sənəd vermisiniz və onlar sizin həm də fizikanızı yoxlamaq istəyirlər. Çünki mühəndis birbaşa kimya, fizika bu sahəniz bu olacaq. Və çox vaxtı bax bunları düşünmürlər və bu daxili imtahanlardan tələbələr kəsilir əgər hazırlaşmayıblarsa. Mən həmişə tələbə gələndə və birinci onun hansı ixtisasa getməyini soruşuram. Əgər ixtisas seçilibsə, mütləq o fənlərdən hazırlıq görməlidir tələbə ki, sonra sabahları bu imtahanları verməlidir. İmtahan olmasa da belə, deyək ki, universitet istəmir, məktəb qiymətlərindən kifayətləndi, deyək ki. Amma sonraki mərhələdə axı bu uşaq orada oxumalıdır.